Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Sizin səhət proqramı canlı efirdə öz işinə başlayır. Bugün də çox maraqlı həkim qonağımız var və bilirəm ki, sizin hər birinizi düşündürəcək suallara bugün biz cavab tapacağıq. Çünki, belə deyək də, hər birimizin həssas nöqtəsi olan, həssas yeri olan dişlər haqqında danışacağıq. Bugün dişlərimizin gözəlliyi, ümumiyyətlə damağımızın, ağız boşluğumuzun sağlamlığından bəhs eləyəcəyik. Bunun üçün isə təbii ki, həmişəki kimi peşəkar həkim, Azərbaycan İmplantoloqlar Cəmiyyətinin sədri, İmplantent klinikanın baş həkimi Cabbar Həsənov bizimlə bərabərdir. Həkim, xoş gəlmişsiniz, xoş gördük sizi. Sağ olun, xoş gördük olsun. Həkim, bilirəm ki, bu aralar yaman tez-tez səfərlərə gedib gəlmişsiniz. Ona görə də istəyirəm ki, son səfəriniz haqqında məlumat verəsiniz. Harada oldunuz, hansı fikir mübadilələri apardınız? Buyurun. İlk öncə tamaşaçılarımızı salamlayıram. Sabahınız xeyir olsun. Və hər zamanki kimi Lider TV ilə xidmətinizdəyik. Nə suallarınız olursa aydınlaşdıra bilirik, yəni bildiyimiz, bacardığımız qədər. Səfərlər sanki mənim taliyimə yazılmış kimidir. Hər ay səfərdə oluram, hər ay. Bəzən bu səfərlər ayda 2 dəfə belə olur. Bəzən 3 dəfəyə belə qalxanda artıq dözülməz olur. Çox biraz ağır gəlir. İnsan, bəli. Bir də getdiyimiz, gördüyümüz şeyləri öyrənməmiz, tətbiq eləməmiz, belə deyək ki, həzm eləməmiz lazımdır. Buna da bir zaman lazımdır. Bu dəfəki səfərimiz Almaniya idi. Almaniyanın Köln şəhərində 2 ildə bir dəfə dünyanın ən böyük stomatoloji sərgisi keçirilir. O qədər böyük sərgi demək olar buna, o qədər böyük şou demək olar buna. Dünyada ən çox kim bir yerdə stomatoloq görmək istəyirsə, ora getsin. Bilirsiniz, çox belə təsirləndirici bir sərgidir. Bütün dünyada stomatologiya aləmində, müalicə aləmində, aparatlar, avadanlıqlar, yeniliklər aləmində kimin nə gücü varsa, orada göstərir. Kimin hansı qabiliyyətin yiyəsidirsə, orada göstərir. Və inanılmaz, ağla gəlməz çox böyük yeniliklər var. Və hər bir firma, hər bir dediyim kimi yenilik yaratmaq istəyən bir kampaniya, istehsalçı, satıcı kampaniya ora nəsə gətirir və ən yeni şeylər gətirir. Və bəzən belə proqnoz vermək üçün, yəni gələcək haqqında belə informasiya vermək üçün belə bəzi şeylər gətirirlər, yəni öz güclərini göstərmək istəyirlər. Hər sahədən, avadanlıqlardan, aparatlardan, bu materiallardan, ölçü materiallarından, müalicəvi materiallardan, hər sahəsi, stomatologiyanın hər sahəsi və hətta təkcə stomatologiya deyil, ona yaxın belə avadanlıqlar, aparatlar, yardımçı sahələr ola bilər. Çox geniş. Sərgi o qədər böyük olur ki, 5 gün qalırıq biz o sərgidə, 5 gün sərgi davam edir. 5 gün ərzində sərgini sadəcə gəzib bitirmək belə olmur. Hardasa 4000 firma öz malını göstərir və düşünün ki, hər firmaya 1 dəqiqə vaxt ayırmaq belə bəzən çətin olur. O qədər yəni genişdir, o qədər böyükdür və çox böyük informasiya var, çox böyük təəssüratlar var, çox böyük material var. Çox vaxt materialları yığıb gətirib burada dediyim kimi həzm edirik, yavaş-yavaş baxırıq, öyrənirik. Hansı işimizə yarayar, hansı biraz tezdir, ya hansının tam zamanıdır deyə bir müzakirələr çıxarırıq və yəni belə bir sərgidən dönmüşük. Aha, lap gözəl. Və hörmətli tamaşaçılarımız, həkim də çıxışının əvvəlində qeyd elədi. Efirimiz canlıdır. 510-38-06 sayılı telefonumuz vasitəsilə siz bizimlə əlaqə saxlaya bilərsiniz. Həkimə suallarınız varsa, təbii ki, implantlarla bağlı, yenə deyirəm, ağız boşluğu ilə, damaq xəstəlikləri ilə bağlı nə sualınız varsa, buyurub ünvanlaya bilərsiniz. Və həkim bu qədər geniş sərgidirsə, yəqin ki, orada ən son model avadanlıqları belə nümayiş etdiriblər. Yəni, o ilə bağlı istəyirəm ki, təbii ki, sizin sözünüz olmasın, bir o qədər informasiyanı beyində yerləşdirmək çətin olacaq. Amma ki, hər halda bizim göz yaddaşımız var da. Heç olmasa baxmışsınız ki, nə sizin işinizə yarayar, nəyi gətirsəz Azərbaycana, bu doğrudan da yenilik olacaq. Bilirsiniz, yəni çox şeylər var, elə düz qeyd edirsiniz. Yəni adam 5 gün ərzində bütün 5 günün 5-ini də orada biz baxırıq. Hətta gecələr belə müxtəlif firmalar, bizi tanıyan firmalar axşam yeməkləri olur. Çünki gündüzlər çatdırmaq olmur. Bu da bir fürsət olur yəni. Hətta gecələr belə axşam yeməklərinə dəvət edirlər. Yeməklərdə yenə belə bu söhbətlər gedir. O qədər yəni informasiya var. Bir çox şeylər vardı, məsələn, mənim diqqətimi çəkdi. Yeni bizim bu implantasiya əməliyyatlarında xüsusi aparatımız var. Yəni onunla həm deşmə funksiyası var, həm soyutma funksiyası var. O aparatın yeni modelləri çıxmışdı. Gözəl aparatdır. Üstünə də bir dənə iPad taxılır, bildiyimiz, tanıdığımız iPad taxılır və həmin işlətdiyimiz implantların proqramı daxil edilir. Bu da çox rahat, asan bir şeydir və ondan sonra hər addımı belə
lövhədə, böyük monitorda yazır. Bundan sonra həkim hansı addım atacaq, hansı sverlonun sürəti nə qədər olmalıdır, ölçüsü nə qədər olmalıdır və bu xüsusilə bəlkə yeni başlayanlar üçün faydalı ola bilər. Təbii. Yəni hər bir ardıcıllıq, bütün proses sanki bir konspekt kimi belə deyək Sənə gəlir. verilir və bəli, rahat aparırsan Təbii, sonraki mərhələləri. ola bilsin ki, yeni başlayan həkimin bir problemi ola bilər. Yəni sanki bir Köməkçi vasitə kimi ekranda daim dəyişir. Daim dəyişir və mən gördüm, xoşuma gəldi və istəyirəm ki, ondan gətirək gənc həkimlərimiz, yəni onları işlətsin. Və ya bu tək gənc həkim olmaya da bilər. Məsələn, həkim bir çox sistemlərlə işləyə bilər. Tutaq ki, əlində 10 dənə sistem ola bilər və bütün bunların hamısının protokollarını əzbərləmək, yadda qalmaq çətin ola bilər. Nəsə unudula bilər. Yenə köməkçi vasitədir. Ekranda görünür, hər bir hərəkəti yazır. Bundan sonra nə etməlidir, sürəti nə qədər olmalıdır və onu da verir. Avtomatik özü də onu verir. Çox maraqlı bir sistemdir. Digər, məsəl üçün, işıq sistemləri mən gördüm orada. Görmüşsünüz təbii ki, hər kəs də bilir, stomatoloqun yanında hər zaman başının üstündə işıq olur. Amma özəl işıqlar gördüm. Məsafədən, müəyyən məsafədə işığı dağıtmayan, çox konkret ağza salan, həkimin çox yüngül, həkimin eynəyinin üstünə bərkən. Düzdür, bunlar əvvəllər var idi. Amma daha mükəmməl, daha çəkisi az, çünki eynəyə ağırlıq eləməsin. Daha incə, daha mühasir. Hə, işığı, onu biraz təkmilləşdiriblər. Işıq bilirik ki, o plombların, indi axı bir çox plomblar işıqla bərkən plomblardır. Bəli. Amma o işıq o plomblara bərkiməsinə təsir edə bilər. Qabağına özəl filtrlər yerləşdiriblər. Çox az. Dedim ki, bunlar əvvəllər də var idi, amma indi biraz daha mükəmməl formada o işığın belə filtrləri olsun deyə təsir eləməsin, plomblar tez bərkiməsin. Həkim işləməyə fürsət tapsın. Tamaşaçımız var telefon xəttində. Qəbul edək həkim, sonra söhbətimizi davam etdirərik. Hər vaxtınız xeyir olsun. Buyuram sizi. İlk öncə hər birinizi bayramınızı təbrik edirəm. Təşəkkür, sizinlə birgə. Buyurun. O ki, qaldı suallar. Həkimə də sualım. Mənim dişlərim çox gözəl görünür öndən. Hər kəs deyir, çox gözəl dişlərim var. Amma arxada dişlərimin üzrə çoxunu çəkdirmişəm. Çünki ağrı olur tez-tez. Məcbur olub gedib çəkdirirəm də. Nervi çıxartdırmaqdan da qorxuram düzü. Bilmirəm nədəndir. Deyirlər stressdəndir, əsəbdəndir. Amma sağlam diş 2 gündə ağrı verir. O qədər ağrı verir ki, məcbur olub mən onu çəkdirirəm. Bilmirəm səbəbi nədir. Hər gündə yuyuram, səhər də, axşam da. Ümumiyyətlə mən dişimə çox qulluq eləyirəm. Amma ona baxmayaraq da ki, mənim dişim tez-tez ağrır. Hətta elə bir insan tanıyıram ki, aylarla dişini yumur, bir dəfə dişindən narazılıq eləmir. Amma mən hər gün şortku əlimdə, özü demək olar ki, beynimə salmışam da. Şortku əlimdə o yüzə gedirəm, Diş fırçası ilə, bəli. Yenə də ağrıyır dişim. Nə cür qulluq lazımdır onu eləyirəm, yeməyimə diqqət yetirirəm, amma yenə ağrıyır. Yenə məcbur olub çəkdirəm. Damağımdan, ağzımdan belə pis iyi gəlir. O da gəlmir. Məndə ümumiyyətlə o da yoxdur. Bəzi insanlarda o olur, amma məndə o da yoxdur. Niyə ağrıyır, orasını bilmirəm. Bir dənə həkimə sual vermək istədim, mən niyə bilərəm ümumiyyətlə. Çox sağ olun suala Təşəkkür görə. edirik. Bu bizim işimizdir. Bu bizim qayğımızdır. Yəni, sadəcə yetər ki, xanım klinikaya gəlsin, bizim klinikaya gəlsin və ya digər bir inandığı, bildiyi klinikaya getsin. Artıq o həkimin işidir. Müayinə eləmək, diaqnoz qoymaq və müalicə eləmək. Diş, bu belə olur. Dişlərin emal qatı çox sərtdir. Emal qat, üstünün emal qatı çox gec çürüyən bir qatdır. Amma emal qatının yetər ki, bir iynənin ucu qədər emalda bir zədələnmə olsun və oradan su, ağızda o qida qalığı daxil olur, orada çürüyür, turşu əmələ gəlir və içəridən dentin qatını yeyir, aparır. İnsana elə gəlir ki, onun dişində heç nə yoxdur, amma o çürümə daxildə davam edir. Dediyim kimi, o üst qat, emal qat çox sərtdir, o çürümür demək olar ki, amma içəridə çürümə gedir və bir gün sinirə yaxınlaşır. Sinirə yaxınlaşır, bir gün içində insan elə gəlir ki, dişi sapasağlam idi, birdən-birə ağrıdır. Təbii ki, dişləri çəkdirmək olmaz, xanım. Dişlər bizim bir orqanımızdır. Heç gözümüz ağrıyanda həmən çıxardım dedikmi? Heç qulağım ağrıyır, həmən kəsək dedimmi? Heç əlim ağrıyır, kəsib ataq dedikmi? Diş də bizim bir orqanımızdır. Göz kimi, qulaq kimi, əl kimi. Bəlkə onlardan da daha faydalı bir orqandır. Bəlkə bir gözsüz yaşamaq, dişlərsiz yaşamaqdan insan orqanından daha bəlkə zərərsiz ola bilər. Təbii ki, hər orqanın öz yeri var. Mən birini qoyaq, birinə keçək demirəm. Bizim bədənimizdə heç artıq bir şey yoxdur. Hər şey mükəmməl yaradılıb. Amma
Hər şeyində qədrin, qiymətini bilmək lazımdır. Dişim ağrıyır, çək qutar, keçmişdə məsələ vardı. Deyil yəni artıq belə. Müalicə olunmuş dişlər bir gün 10 il, 20 il, 30 il, 50 il insanın ömrünün sonuna qədər ona qulluq eləyə bilir. Məsələn, heç uzağa getməyim. Mən hər ağrıyan dişimi çəkdirsəydim, bir gün ağzımda heç bir dişim belə qalmazdı. Amma şükür Allaha bütün dişlərim yerində. Keçən dəfə demişdim, 3 dişimi çıxartmışdım. Bəli. Onu da şagird və tələbə vaxtı. O qədər də belə bir işləri çox bilmirdim. Ondan sonra müalicə etdirmişəm, hamısı yerindədir. Hər kəs də bunu eləyə bilər. Hər kəs eləyə bilər. Hələ bilirsiniz ki, həkimlər özlərinə qarşı o qədər diqqətli olmurlar. Amma digər insanlar daha rahatdır. Gedir həkimə və müalicələrini eləyir. Və hər bir ağrıyan dişi müalicə eləmək lazımdır. Sualdakı daha bir nöqtə diqqətimi çəkdi. Adamlar deyir, tanıyıram ki, dişini heç yumur, ya problemi yoxdur, ya mənim problemim var. Biz sağlamlığımızı heç zaman digər insanların sağlamlığına bağlamayacağıq. Hər kəsin öz sağlamlıq qayğıları var, öz orqanizmi var, hər bir orqanizmin öz xüsusiyyətləri var. Mənim dişim ağrır, gedib dişimi müalicə etdirəcəm. Başqasının dişi heç ağrımır, bundan mənə nə? Mənim gözüm ağrır, gedib gözümü müalicə etdirəcəm. Başqasının gözü ağrır, ağrımır, bununla məndən nə əlaqəsi var? Heç nə. Yəni, və ya mənim hər yerim sağlamdır, başqasının bir yeri ağrır. Deyirəmmi ki, niyə mənim hər yerim sağlamdır, başqasının fransi nəsə bir orqanı ağrır? Yəni, hər kəs özünə cavab deyir, hər kəs öz orqanizminə diqqət edəcək. Hər kəs nə dişi ağrırsa. Gigiyenik qaydalara əməl edəcək və sonda sağlam olacaq. Başqa bir nöqtə xanımın danışığında, fırça deyir, əlimdə gəzdirəm daima. Lazım deyil fırça əlində gəzmək. Yetər ki, gündə 2 dəfəmi, 3 dəfəmi yaxşı-yaxşı təmizləyək və fırçanı da öz yerinə buraxaq. Əldə gəzməklə fırça bir şey olmur. Əgər dişdə bir karies varsa, o kariesi plomblatdırmaq lazımdır. Diş xəstəlikləri, diş çürümələri, bilmirəm, məncə bəlkə də orqanizmində, bəlkə də deyirəm, yeganə şeydir ki, geri dönməyən prosesdir. Bəlkə də bir insanın bir böyrəyi ağrıyar, sonra da heç vaxt ağrımaz. Bəlkə də bir insanın bir gözü ağrıyar, sonra da heç vaxt ağrımaz, ola bilər. Amma bir karies heç vaxt geri dönməyəcək. Bir karies çürüyübsə, onu həkimə getmək lazımdır. Həkim təmizləyəcək, plomblayacaq və məncə ya heç vaxt problem olmayacaq, ya da olacaqsa 5 ildən sonra, 10 ildən sonra bir də gedəcəyik, bir də müalicə etdirəcəyik. O yüzdən fırçanı daim əlimizdə gəzdirməyəcəyik. Gündə 2 dəfə təmizləyəcəyik, bununla da bitdi. Kariesimiz varsa müalicə etdirəcəyik. Doğru mu? Bəli. Başqalarının sağlamlığı ilə öz sağlamlığımızı heç vaxt tərəziyə qoymayacağıq. Öz sağlamlığımızın qeydinə qalacağıq, müalicə etdirəcəyik və s. və ilə axıra. Və əmin edirəm ki, sizi gedib dişlərinizi müalicə etdirsəz, hər zaman sağlam olacaq və ya ağzınızda sizi qane edən bir formada olacaq. Tamaşaçımız var xəttə, növbət tamaşaçımızın da sualını eşidək. Alo, hər vaxtınız xeyir olsun. Alo. Alo. Hər vaxtınız xeyir olsun. Salam, əleykum. Buyurun, eşidək sualınızı. Salam. Bayramınız mübarək olsun. Sizinlə bayram, çox sağ olun. Həkimə belə bir sualım var. Demək, mən dişlərimin, qabaq dişlərimin, asabın bu alt dişlərimin damağı qaçır. Onun bərpası mümkündür. Damaq qaçır? Tabii, diş ətləri qaçır, dişlər çırpaqlaşır, dişlər açıqlaşır, elə deyək. Təşəkkür ederim. Bəli, üstü elə bəlkə açılıb da beləsinə. Sualınız var mı həkim? Yox, sualım yoxdur. Təşəkkür edirik. Çox sağ olun. Buyurun, qulaq asın, həkim cavab versin. Stomatologiyanın ən yaralı yeridir. Yəni, diş ətləri, diş əti xəstəlikləri. Diş əti qaçır, necə qaçır, neçə diş nahiyəsində qaçır, nədən qaçır, bunları əvvəl aydınlaşdırmaq lazımdır. O yüzdən sual vermədim, amma pasiyenti görmək lazımdır. Səbəbi nədir? Hər şeyin ilk öncə səbəbini bilmək lazımdır. Əgər biz səbəbini bilmədən bir müalicə eləyəcəksə, eyni səbəb, eyni işi yenə görəcək. Təbii, o səbəb bəlkə elə fırçasındandır. Bəlkə başqa bir səbəbi var, bəlkə bir xəstəlik var diş ətlərində. Təbii, bu xəstəliyi müayinə edib, nədən yaranır, onu tapmaq, diaqnoz qoymaq və sonra müalicə eləmək. Diş ətləri yerinə qaytarmaq mümkündürmü? Bəzən hə, bəzən yox. Yəni, o asılıdır vəziyyətdən, durumdan və ya bəzən də qismən hə. Yəni, o yüzdən biraz açıq sualdır. Yəni, bu karies deyil ki, deyim ki, hə, mütləq müalicə olunmalıdır, mütləq doldurulmalıdır, mütləq də müsbət olacaq. Diş ətləri biraz, dediyim kimi, biraz fərqlidir, biraz fərqli yanaşması var və bir də görmək lazımdır, diaqnoz qoymaq lazımdır, müalicə eləmək lazımdır. İstənilən halda müalicə eləməyin, müayinə elətdirməyin faydası var. İstənilən halda faydası var. Faydası 50% olacaq, yoxsa 100% olacaq. Bunu artıq
pasiyenti görəndə demək olar. Və mən tamaşaçılarımızın nəzərinə çatdırım ki, siz İmplant Klinikasının əlaqə nömrələrini görürsünüz. Əgər yenə də deyirəm, dişlə bağlı problemləriniz varsa, implant qoydurmaq istəyirsinizsə və yaxud ümumiyyətlə dişlərinizi müalicə elətdirmək istəyirsinizsə, mütləq İmplant Klinikaya baş çəkməyiniz məsləhətdir. Çünki mən ötən verilişlərimizdə də soruşmuşdum ki, klinikada ümumiyyətlə hansı sahələr üzrə çalışır mütəxəssislər. Həkimimiz söyləmişdi ki, bütün sahələr üzrə ümumiyyətlə ağıza, dişə aid nə varsa, təbii ki, sizin klinikada var. Yenilik nə var klinikada, həkim? Biz hər zaman addım-addım yenilirik və bu sərgidən sonra, bu sərgilər bizim üçün biraz böyük addım olur. Məsələn, xatırladım ki, biz sərgiyə 15 nəfər getmişdik. Bir kollektivdən 15 nəfər. Bilirsiniz, dedim sizə Klinikanı boşaldıb aparmış ki, demək olar. Bilirsiniz, sərgi çox böyükdür. Bir insanın o 5 gün ərzində o sərgini gəzib bitirmə imkanı yoxdur. Bölüşürük, paylaşırıq. Birinə deyirik ki, məsələn, 2 nəfərə deyirik, siz sterilizasiya işlərinə diqqət edin və ya zalları bölürük. Haradasa 7-8 zal olur, o zalların neçə mərtəbəsi olur və bölürük. Baxırıq ki, nəsə diqqətimizdən qaçmasın. Bu dəfə sterilizasiya məsələləri ilə bağlı bu məhlullar bizdə əvvəllər də olmuşdu. İsveçrənin bir firması var, Santizier. Bu özəl məhlullardır. Çox diqqətimi çəkdi. Bir daha bu məsələyə biz qayıtdıq. Yəni bunu var idi bizim şəhərimizdə. Amma yeni məhlullar çıxarmışlar. Gepatit viruslarını öldürür. Herpes viruslarını öldürür. Ağızda rast gələn spit viruslarını öldürür. Yəni bir məhlulla belə bir çox problemlərdən tam rahat belə azad olmaq olar. Yəni çox gözəldir. Bu sterilizasiya məsələlərinə biz klinikamızda çox önəm veririk. Hər dəfə pasiyentlərə deyirəm ki, gələ bilərlər, rahat-rahat baxa bilərlər. Hətta ağlıma gəlib ki, klinikada bir açıq günlər elan eləyək. Kim istəyir, yəni gələ bilər, klinikanın sterilizasiyasına baxsın və nə şəraitdə olduğunu görsün, necə apardığını görsün. Mən yer gəlmişsin, sizi klinikamıza dəvət edirəm, heç olmamısınız. Yəni, bu qədər ki, söhbət edirik, amma bir klinikanı gəlsəz, görsəz. Yüz eşitməkdəsə bir görmək məsələlər. Klinika haqqında bir təsəvvürünüz olar, o sizə də daha rahat olar və eyni ilə klinikaya gələn hər bir pasiyentə deyirəm ki, mən bilirəm insanların düşüncəsində gepatit çox belə yer alıb, biraz qorxurlar, həyəcanlanırlar. Deyirəm ki, hər dəfə pasiyentə deyirəm ki, istəsəniz sizə lazım olan, sizə işlənəcək bütün alətləri öncədən bağlı halda paketlənmiş steril paketlərdə, kod sistemi ilə sterilənmiş paketlərdə görün və görmək haqqınızdır. Ən azından sabah bir hadisə olanda insan tək bizə gəlmir ki, çox yerdə müalicə alır, nə bilim, parikmaxirə gedir. Həyatımızda çox yerdə yəni qanla kontakt ola bilər insan həyatında. O yüzdən ən azından bizdə bu sterilizasiyaları görün, sabah bir şey olanda ən azından belə ürəyizə bizim günahımız gəlməsin. Yəni düşünməyin ki, bəlkə burada oldu. O yüzdən yəni çox ciddi sterilizasiya sistemimiz var, 2 qat sterilizasiya sistemimiz var və çox belə garantili sterilizasiya sistemimiz var. Mən hər dəfə də pasiyentlərimizə deyirəm, tibb bacısı qarşısına məqsəd qəsdən desə ki, mən bu dəfə bunu steril eləməyəcəm, onu belə bacaranmaz. Çünki kod sistemidir. Kod onun üstündə o dəyişmirsə, rəng dəyişmirsə, o kodlar dəyişmirsə, deməli steril deyil. Kodlar dəyişibsə, bu mümkünsüzdür onun içərisindəki steril olmasın, artıq sterildir. Yəni belə bir güvənli sistemdəyik və bu güvənliliyi daim təzələmək istəyirik, daim artırmaq istəyirik. Bilirsiniz niyə? Məsələn, eşidirsiniz, yəni biraz əvvəl biz spid infeksiyası deyək ki, məsələn, illər əvvəl var idi mi? Ya indi yeni quş qripi çıxır, ya Ebola virusu çıxır, ya nə çıxır? Yəni həyatımız dəyişdikcə, texnologiyalar dəyişdikcə, dərmanlar gücləndikcə həyatın o mənfi tərəfləri də dəyişir. Yəni yeni viruslar belə peyda olur, yeni infeksiyalar belə tapılır. Bəlkə əvvəllər də olub bilməmişik, indi tapılır. Yəni bu da ola bilər. O yüzdən yəni mütləqdir ki, yenilənsin. Bizim sterilizasiyamız güclüdür, yaxşıdır, garantilidir deyə bir yerdə dura bilmərik. Və yenə də ən son sterilizasiya texnologiyalarına baş vururuq. Dediyim kimi, çox xoşuma gəldi o İsveçrənin o sterilizasiya məsələləri, o məhlulları. Şəhərimizdə artıq var və yəni digər həkimlər belə
istifadə edə bilər. İstifadə edirlər. Bəli, yəni çox Yəni, ən azından klinikanın güvənidir, bəli, insanların etibarlı ora gəlməsi və rahat bir şəkildə müalicə keçmələri. Yəni, bu çox önəmlidir və çox sevinirəm ki, sizin klinikada bu çox gözəl bir şəraitdə aparılır və mən istəyirəm ki, həkim, bu CAD/CAM nədir? Ondan biz danışaq və bu stomatologiyada tətbiqi necə aparılır? Çünki, yəni, eşitdiyimə görə yeni bir termindir, ona görə istəyirəm ki, siz məlumat verəsiniz. Buyurun. Çox sağ olun. Yəni, bu, mən biraz unutmuşdum belə bunu deyim, sərgi haqqında danışanda. Yadıma saldınız. Bu CAD/CAM, bu sərgini, o qədər böyük olan bir sərginin bəlkə də çox gözə çarpan hissəsi implantlar və CAD/CAM sistemləri idi. CAD/CAM sistemləri, əgər arada sualımız olursa kəsə bilirsiniz. Çünki mən bu CAD/CAM-dan biraz danışmaq istəyirəm. CAD/CAM sistemləri çox, stomatologiyada artıq çox mükəmməl bir yer alır. CAD/CAM nədir? CAD ingiliscə Computer Aided Design, kompüter dəstəkli dizayn, CAM da Computer Aided Manufacturing, yəni kompüter dəstəkli istehsal. Deməli, bir dişi kompüter modelrovka eləyir, formalaşdırır. Əvvəlcə bu necə idi? Cips modelin üzərində mumdan şpateli qızdırıb, kliniklər modelrovka eləyirdi, baxırdı, istidirdi, soyudurdu. Çox uzun bir zaman alırdı. İstənilən formanı bir vermək olmurdu. Yəni, amma bu kompüter dizaynı çox rahat bir dizayndır. Məsələn, deyək, əlin elektron versiyasını biz kompüterə yerləşdirib, çox rahatdır. İndi skanerlər var, ölçü alanlar var, lazerdən. Çox rahat bir şeydir. Əli belə qoysaz, desəz ki, bütün əlimin üzərini ölçüsü 0,1 millimetr olan bir lövhə ilə həmən örtür. Yəni, kompüter texnologiyalarını biz bilirik. Amma bunu əl modelrovkasında, mumda mümkün olmayan bir şeydir. Olmayan bir şeydir, yəni. O yüzden bu dizayn işləri, bu modelləşdirmə işləri, forma vermək kompüterdə çox rahatdır. Olduğu qədər rahatlıqdır. Və o modelləşdirməni həmən kəsmə aparatları var. Computer Aided Manufacturing dediğimiz, CAM dediğimiz, CAD/CAM dediğimiz. Oradan da informasiya, o modelləşdirilmiş forma ötürülür digər aparatlara. Yəni, o dişi istədiyimiz, aldığımız formanı, verdiğimiz, modelləşdirdiğimiz o diş formasını hazır bloklardan, zirkoniumdan və ya metaldan kəsib çıxarır. Bunun üstünlükləri nədir? Birincisi, dizaynda çox yüksək nəticələr. Bunu izah elədim. Yəni, istənilən bir formanı çox rahat-rahat almaq mümkündür. Və digər sintering deyilən bir CAD/CAM sistemləri də var. Bu nədir? Bu tozdan, zərrəciklərdən istənilən bir formanı, o tozları bir-birinə yapışdıraraq istənilən bir formanı ala bilir. Mətbəxdə hamımızın tanıdığı o belə məftil toplusu kimi bir şey var, tavanın dibini yürük. Bax, hətta o məftil toplusunu belə, hansı ki onun içərisində belə pırtlaşmış şəkildə, qarışıq bir şəkildə minlərlə məftil istiqaməti məlum deyil, hardan hara girib çıxır. Bax, onu belə bizə birə-bir verə bilir. O qədər yəni indi mükəmməl CAD/CAM sistemləri var. Yəni onu əldə mumla modellovka eləmək mümkündürmü? Xeyr, mümkün olan şey deyil. Yəni bu insan əli girməyən bir şey, olmayan bir şeydir. Amma onu belə çox mükəmməl şəkildə o CAD/CAM aparatları bir gün sintering eləyə bilir. Yəni o tozlardan onu belə deyək toxuya bilir. O yüzden stomatolojiya çox irəli getmə imkanları və şansı var. Bu CAD/CAM sistemləri sərgidə çox geniş yer almışdı və biraz yenilik olduğu üçün və biraz da bu informasiya texnologiyalarının sualımız mı var? Yox, artıq verilişimizin sonunda sağollaşmaq məqamıdır. Verilişimiz bitir. Hətta o qədər maraqlıydı. Mən heç o vaxtın necə keçdiyini hiss eləmədim. Bitirək qalsın gələn dəfəyə. İnşallah gələn dəfə mütləq təşəkkür edirəm həkim. Bir daha sizin bayramınıza təbrik edirəm və arzu edirəm ki, sizin kimi peşəkar həkimlər bizim Azərbaycanımızda çox olsun. Və hörmətli tamaşaçılar, bir daha nəzərinizə çatdırıram ki, qonağımız Azərbaycan İmplantoloqlar Cəmiyyətinin sədri, İmplanted klinikanın baş həkimi Cabbar Həsənov idi. Siz də sağlamlığınızın bu klinikaya etibar eləyə bilərsiniz. Nahardan əvvəl proqramında görüşənə də hələlik söyləyirəm sizə.